Bu hadisə 3 gün əvvəl 2026-cı il yanvarın 24-ü səhər saat 11 radələrində Bakıda Maşdağada Gülçülü savxozu adlanan ərazidə baş verib. Hadisəyə keçmədən əvvəl bir məqamı qeyd edək ki, həssas şəxslərin verilişi izləməsi məsləhət deyil. Əslində bunu dedikdə əksər insanlar daha da ekrana yaxın oturur, amma hər ehtimala qarşı bu bizim borcumuzdur. Bu qətl hadisəsi yeni olduğuna görə hüquq mühafizə orqanları hələ ki faktı araşdırır və normal olaraq hələ ki detallar barədə mətbuata məlumat yayılmayıb. Öncə sizə Baş Prokurorluğun hadisə ilə bağlı ilkin açıqlamasını təqdim edəcəyik. Davamında isə ailəyə yaxın şəxslərin birbaşa TV11-ə verdiyi dəhşətli məlumatları bölüşəcəyik. Beləliklə, bu dəhşətli hadisəni təqdim edirik. Öncə Baş Prokurorluğun Trend İnformasiya Agentliyinə verdiyi məlumatı təqdim edirik. Məlumata görə yanvarın 24-də paytaxtın Sabunçu rayonu ərazisində 1959-cu il təvəllüdlü Həyat Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olur. İlkin araşdırmaya görə 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunur. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 121.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanır. Emil Ağayev iş üzrə şübhəli şəxs qismində tutulur və bura qədər rəsmi məlumatı təqdim etdik. İndi isə keçirik hadisə baş verən ailənin az əvvəl qeyd etdiyimiz kimi bizə verdiyi məlumata. Bu dəhşətli açıqlamalarda isə qeyd olunur ki, əslində Emil Ağayev Həyat Ağayevanın oğludur və o anasını amansızlıqla qətlə yetirib. Keçək təfərrüata. Yaxınlarının verdiyi məlumata görə mərhum Ağayeva Həyat Nəzər qızı həyat yoldaşı ilə Rusiyada çalışaraq, göyərti tərəvəz sataraq özlərinə Maşdağada, Gülçülü savxozunda ev tikirlər. Sonra həyat yoldaşı Xanlar Ağayevi Rusiyada öz həmyerlisi, yəni başqa bir azərbaycanlı 35 bıçaq zərbəsi vuraraq qətlə yetirir. Bu hadisədən sonra hətta sonda anasını qətlə yetirən Emil Ağayev deyirmiş ki, o atasının qisasını onu öldürən şəxslərdən alacaq. Bu barədə az sonra. Əri öldürüldükdən sonra Həyat Ağayeva həyata davam edir, yıxılmır, müxtəlif işlərdə işləyir. Son iş yeri isə toyuq fabriki imiş. Mərhum orada aşpazlıq və qulluqçuluq edirmiş. Yaxınlarının sözlərinə görə öz zəhməti ilə hətta qız nəvəsini, yəni anasını öldürən Emil Ağayevin qızını köçürüb, hətta onun cehizlərini də kreditlə alıb. 67 yaşlı mərhumun nəticəsi də olub. Sonda onun qatilinə çevriləcək oğluna kreditlə avtomobil də alıb. Onlara avtomobil almaq üçün pulda köməklik edən qohumlarına mərhum Həyat Ağayeva öz pensiya kartını verib ki, hər ay pulu oradan çıxarıb götürsünlər. Özü isə son günə qədər az əvvəl dediyimiz kimi toyuq sexində çalışıb. Son vaxtlar oğlunun avtomobili təmirdə olub. Oğlu Emil Ağayev axır vaxtlar taksi şirkətində sürücü kimi çalışırmış. Lakin hadisə baş verən gündən 1 yaxud da 2 gün əvvəl avtomobilini şirkətə təhvil verib. Bu hadisənin onun planına daxil olub olmadığını bilmirik. Yəni o niyə məhz hadisədən 1-2 gün əvvəl avtomobili təhvil verib. Hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan Emil Ağayev təxminən 1 il əvvəl ağır narkotik vasitələr istifadə edilmiş. O, yaxınlarının dəstəyi ilə narkoloji dispanserə yerləşdirilib. Yoxlama zamanı qanında şüşə adlanan narkotik maddə də daxil olmaqla bir çox ağır narkotik vasitələr aşkarlanıb. Emil Ağayevin yaxınlarının sözlərinə görə həmin vaxt Emil özü də etiraf edib ki, bəli, o
bir çox narkotik vasitələrdən istifadə edib. Lakin bir həftə sonra Emil anasına zəng edərək kövrəlir və deyir ki, artıq sağalıb. İstəyirsə, lap Qurana da əl basa bilər ki, bundan sonra bir daha narkotikdən istifadə etməyəcək. Beləliklə, ana qəlbini ovsunlayır və onun xahişi ilə anası yenidən onu xəstəxanadan çıxarır və bir müddət Emil normal həyat yaşayır. Bəlkə də insanlara onun həyatı normal görünür. Lakin son vaxtlar o yenidən anasından pul istəməyə başlayır və həmin problemlər yenidən baş qaldırır. Yenə də anasından pul istəyir dediyimiz kimi, hətta sonda evi satmağı belə istəyibmiş. Bu barədə yaxınları bizə məlumat verir. Mərhumun 4 bacısı ilə ciddi problemləri olub. Bacılarının heç biri ilə ümumiyyətlə danışmırmış. Əzizlərinin bizə xüsusilə bildirdikləri məqamda budur ki, anasının bacıları ilə danışmadığı halda oğlu son vaxtlar həmin küslü olduqları xalaları ilə çox yaxın ünsiyyətdə olub. Onlardan dəfələrlə pul da alıbmış. Əzizlərini düşündürən daha bir məqam isə həmin gecə Emilin də həyat yoldaşı və 17 yaşlı oğlanlarının da evdə qalmamaqları olub. Yəni həmin gecə onlar öz evlərində olmayıb. Yaxınlarının sözlərinə görə son illər nə Emil, nə də onun ailəsi, qaynanası yaxud baldızıgildə qalmayıblar. Lakin həmin gün bir daha qeyd edək, Emil 17 yaşlı oğlu və həyat yoldaşı ilə baldızıgildə, yəni Emilin yoldaşının bacısıgildə qalır. Səbəb kimi isə Emilin yoldaşı oğlunu həkimə aparmalı olduğunu, bunun üçün Maşdağada bacısıgildə qaldığını bildirir. İndi isə gələk həmin məşum günə. Hansı ki, həmin səhər Emil Ağayev öz doğma anası Həyat Ağayevanı amansızlıqla qətlə yetirəcəkdi. Həmin gün Həyat Ağayeva həmişəki kimi işdə idi. Oğlu Emil Ağayev anasına zəng edərək təcili evə gəlməsini istəyir. Ona bəhanə kimi deyir ki, güya qaynatası onlara gəlir və təcili bir məsələ var, onu danışmalıdırlar. Anası isə cavab verir ki, işdədir, qoy axşam gəlsin, rahat danışaq. Emil isə israr edir. Hətta deyir ki, anasının arxasınca taksi göndərib və təcili gəlsin. Yəni taksi artıq orada iş yerində onu gözləyir. Belə olduğu halda Həyat Ağayeva məcbur olub evə gəlir. Qonşularının sözlərinə görə isə Həyat Ağayeva evə taksi ilə yox, piyada gəlib. Ancaq evə girir. Həyat Ağayeva son dəfə həmin gün saat 10-a 10 dəqiqə qalmış WhatsApp-da olub. Bundan sonra isə baş verənləri nəinki oğul anasına, heç düşmən də düşmənə eləməz. Yaxınlarının məlumatına görə oğlu əvvəlcə otağa girib anasının ağzını tutub və bundan sonra onun boynunu qırıb. Davamında onun xırıldadığını gördükdə mətbəxdən bıçağı götürərək anasının əvvəlcə boğazını kəsib, ardınca bıçaqla onun boynunun arxa tərəfindən də kəsib. Mən Yılmaz Usta, özəl müştərilərim üçün, gözəl müştərilərim üçün gözəl bir dənə yer açmışam. Şəxsən təsis eləmişəm ki, sizin xidmət keyfiyyətimi daha da artırım. Gəldiniz, maşını verdiniz təhvil bura. Bu isti otaqda qəşəng, isti çayınızı, kofenizi içə-içə avtomobilinizin xidmət olmasına baxırsınız. Mənim müştərilərim brenddir. Satdığımız marka da brend olmalıdır. Açılışı özəl ilk gələn müştərilərimizə 15% indirim və 9 etaplı xidmətdə hədiyyədir. Ünvanımız da harda? Düz Başxanov stansiyasının yanında. Gəl bu komfortdan, bu keyfiyyətdən istifadə elə. Gör Yılmaz Usta xidməti necə edir. Anasını qətlə yetirdikdən sonra onun telefonunu qıraraq unitaza atıb. Öz telefonundan yoldaşına səs ataraq bildirib ki, anamı öldürdüm. Hətta oğluna da səslənib ki, mən gedirəm təslim olmağa, anana yaxşı bax. Qəribədir. Öz anasını öldürən şəxs oğluna nəsihət verərkən deyir ki, anasına yaxşı baxsın.
İnsanı düşündürən daha bir məqam isə odur ki, yaxınları onu da əlavə edir ki, Emil həmin günə qədər anasını çox sevirmiş. Hətta onun sözündən də çıxmayıb. Bu da düşündürücü məsələdir. Məhz həmin gün nə baş verdiyini, onun niyə bu dəhşətli hadisəni törətdiyini, həmişə sevdiyi bir şəxsi, yəni anasını amansızlıqla həyatdan məhrum etdiyini bilmirik. Bütün bu suallara isə cavabı istintaq tapacaq. Bir daha qeyd edirik ki, bu proqramda dediklərimiz məlumatların heç biri hələ ki rəsmi təsdiqini tapmayıb. Yəni hadisə yeni baş verdiyindən bildiyimiz yeganə rəsmi məlumat budur ki, Emil Ağayev adlı şəxs şübhəli şəxs qismində həbs olunub. Biz jurnalist olaraq zərər çəkən tərəfin iddialarını işıqlandırdıq. Qaldı məsələnin rəsmi tərəfi. Rəsmi məlumatlar isə belə tezliklə bilinmir. İstintaqçılara uğur arzuluyuruq ki, bu qanlı hadisənin detallarını da zamanı gələndə istintaq bitəndən sonra, yəni artıq məhkəmə zamanı bizə məlum etsinlər. Sizə isə bu hadisələri heç efirdə də, ekranda da, monitorda da, verilişdə də görməyi arzulamırıq. Bütün problemlərdən və mərdimazarlardan uzaq qalmaq ümidi ilə salamat qalın.